Hamza salam dostlar, Tek Pro kanalından bu videoda Xiaomi Redmi Note 15 telefonu inceleyirik və hemen başlayaq. Dostlar, bu videoya like atarak kanala abone olmayı unutmayın. Bu bizə böyük stimul verir. Ona görə də sizə bunun üçün minnətdaram. Budur ki, başlayaq dostlar. Birinci dizaynından danışmaq istəyirəm. Telefonun dizaynını mən bəyənirəm. Ön hissədən görmüş olduğunuz kimi göğüslü AMOLED bir ekran bizi qarşılayır və həqiqətən də burada daha incə çərçivələri burada görmək mümkündür və həmçinin aşağı tərəfdən isə baxın, görmüş olduğunuz kimi sim yuvası var, Type-C girişi və bir ədəd mikrofon və bir ədəd də dinamikimiz mövcuddur. Arxa hissədən indi dostlar biraz şığırlı fasonda bir görünüşə sahibdir və üst tərəfdən də görmüş olduğunuz kimi ikinci dinamikimiz var. Bu Dolby Atmos-u dəstəkləyir. Yəni olduqca yaxşı səs çıxışına sahib bir telefondur. Yəni dizaynı da pis deyil. Burada görmüş olduğunuz kameraların bloku da köhnə Note 14 Pro Plus-lara da çox oxşuyur. Ancaq bu Note 15-dir. Bunu da yaddan çıxarmaq olmaz. Dostlar, telefonun 3 rəngdə deyəsən bu istehsal olunubdur. Biri qaradır, biri görmüş olduğunuz kimi ortadakı gümüşüdür, biri də ki belə pəmbə rəngdə, pəmbəmsi, açıq mavi rəngdə deyək də belə görünüşdə telefonlar var. Deməli telefonlar 5G-ni dəstəkləyir dostlar telefonumuz. Burada da o deməkdir ki, yaxşı prosesordan istifadə olunubdur. Bu 2026 standartlarına uyğundur təbii ki də. Və dostlar, telefon olduqca yenidir və suya qarşı dayanıqlıdır. Ancaq su sıçramalarına qarşı olduqca da yəni dayanıqlı telefonlardan sayılır. Və 1.7 metr civarında aşağı təzyiqdə olan suyun altında dayana bilir bu telefon. Yəni bunu çox da elə şeylərdə sınamayın. 178-180 qramlıq bir telefondur. Olduqca da yüngül telefondur. Ekranımız AMOLED dostlar, 120 Hz və 800-3200 nit parlaqlıq arasında dəyişir. Olduqca da Full HD Plus bir ekrandır bu və kəskin pikselləri var. 388 ppi-lik bir ekrandır. Və telefonun prosesoru dostlar 6 Gen 3. Nəhayət ki, bu haqda məlumatımız oldu. Və 4 nanometrlik prosesorumuz 8 nüvəlidir. A78 və A55 nüvələrinin kombinasiyasından istifadə edir və Adreno 710 adlı bir ekran kartından istifadə edir. PUBG Mobile-da 90 FPS falan görə bilərsiniz. Orta ayarlarda bu telefondan oyun oynamaq mümkündür. Dostlar, yəni bu telefonun qrafik gücü də, yəni ümumiyyətlə prosesor gücü də pis deyil dostlar. Dostlar, telefonumuzun kamerası 108 megapikseldir və 8 megapiksellik geniş bucaqlı kamerası mövcuddur. 4K biz video çəkir, yəni axşam vaxtı bu telefonla çox da video çəkməyə çalışmayın. Ortalama yəni işıqlı olması da tövsiyə olunur. Ön kameramız da zəifdir, yəni yenə də deyirəm, yəni gündüz vaxtı şəkil çəkin bu telefonla çalışın. Yəni yekun rəyim budur ki, dostlar, telefonun prosesorunun haqqında məlumatımızı görürük burada. Yəni telefon 4 nanometrlik Samsung mimarisindən istifadə edir və UFC 3.1-i dəstəkləyir. Display növü də 120 Hz dəstəkləyir. Bluetooth 5.2-dir. 600-700 min civarında Antutu xalı yığır dostlar. Yəni Snapdragon 6 Gen 3 üçün nəzərdə tutulub. Ancaq az isinən prosesorda throttlingi də azdır. Yəni telefon pis deyil. 5850 mAh batareya sahibdir dostlar telefon. Yəni pis telefon deyil. Günləlik istifadə üçün də az isinən telefonlardan orta siniflərə yaxındır bu. Orta və üst sinif arasında bir telefon olduğu üçün də qiyməti də 600-700 manat civarındadır. Dostlar, telefondan bu qədər. Yəni telefonu ala bilərsiniz. Ortalama bir telefondur. Yəni budur. Dostlar, videoya bu qədər baxdınızsa sizə təşəkkürlərimi bildirirəm. Bu videoya like ataraq kanala abunə olmağı da unutmayın dostlar. Çox sağ olun.